Sabirabad rayonunda Kür çayının keçdiyi bəzi kəndlərin ərazisində suyun səviyyəsinin qalxması davam edir. Müşahidə apardığımız Sabirabad rayonunun Ulacalı və Bulduq kəndlərinin ərazisində ötən günlə müqayisədə suyun səviyyəsi bir xeyli artıb. Ulacalı kəndi ərazisində yerləşən körpünün girişi su altında qaldığından avtomobillərin hərəkəti dayandırılıb. Kür çayının qalxmağı hardasa dünəndən bura 50 sm ücəyə qalxıb. Dünənləri biz maşınla buradan keçdik o tərəfə, bu tərəfə, yəni gediş-gəliş vardı. Bu günləri dayandırılıb. Piyada yolu da dayandırılıb, maşın yolu da dayandırılıb. Bulduq kəndi ərazisində Kür çayı yatağından çıxaraq bəzi yulğunluq əraziləri basıb. Çayda su axınının sürəti gözlə görünən dərəcədə intensivləşib. Sürətin yüksək olması suyun səviyyəsinin növbəti günlərdə də artacağından xəbər verir. Yerli icra nümayəndəliyindən aldığımız məlumata görə körpüdə hərəkəti bərpa etmək üçün əlavə tədbirlər görülür. Çayın ümumi səviyyəsi qalxsa da, əsas mühafizə bəndinə çatmayıb. Qeyd edək ki, əsas mühafizə bəndinə təxminən 1,5 metr məsafə qalıb. Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV, Sabirabad.